Hər yerdə belə çuxur qazıblar, bax maşınların qabağını alıblar. Bura Novxanın çimərliyidir. Sosial şəbəkələrdə bir video görüntü yayılmışdı ki, vətəndaş iddia edirdi ki, burada obyekt sahibləri belə xəndəklər qazaraq avtomobillərin qarşısını kəsməyə çalışırlar ki, bura gələn müştəri bu obyektdə yesin, içsin və xeyri də bura versin. Yəni məcbur hamı otursun, burada yesin, həm bisetklarda yesin. Bəlkə mən bisetklarda yemək istəmirəm. Qardaş, bəlkə mənim bisetkada yeməyim, içməyim yoxdur. Bu deyilənlər nə qədər doğrudur? Həqiqətənmi vətəndaşın dediyi kimidir, yoxsa başqa səbəb var? Həmin o səbəbi araşdırmağa gəlmişik. Yəni bu xəndəklərin qazılma məqsədi, səbəbi nədir? Bura maşınla girirlər əraziyə, uşaqlar burada çimir, oynayırlar. Kimisə uşağın maşın vurmasın, eləməsin. Ya ona görədir məqsədi, yoxsa belə başqa məqsədi yoxdur. Girirlər burada, içirlər, maşınla burada fırladırlar, masketlər gəlir, girir. Baxmada uşaq da rahat oynayır burada. Burada voleybol stadionumuz olur, hər şeydə. Yəni ki, bu hamısı cəmaatın özü üçündür ki, Təhlükə olmasın, hə? Olmasın da ona görə. İstəyən var, maşın saxlayır, düşür. Vətəndaşlar dincəlir, uşaqları var, maşın girir, avtoşluq eləyir, təkər qaldırır. Yəni məcburuq, təlimat gəlir ki, maşın girdi, həmin sahibkar cəzalanacaqdır. Yəni maşın çimərliyə qəti qadağandır, bunu deyə bilərəm. 3 dənə də maşına icazə verilib, skorudur. Təcili yardım, yanğın söndürən. Bu yolu saxlamışıq ki, elə bir işlər olanda rahat şəkildə keçsinlər. Maşına girməsin də, müşəssirlik eləmir. Ona görə eləyirlər. Maşınlar gəlir, girir dəniz qırağına, nə istirahət eləyə bilirsən, nə bir şey, bisetkanın arasından gəlib keçirlər sürətli. Belə şey olmaz axı, qardaş, siz razı olarsınız, sizin uşağınız oynayan yerə maşın gəlsin. Burada var, parkovkası var buranın. Mən indi soruşdum obyekt həyəsindən. Deyir, qardaş, bunu bu fikirlə eləmişik də belə. Hələ ürəyimdə var idi, görmüşdüm.